Videoya başlamadan önce kanalımıza abone olmayı unutmayın. Hoş izlemeler. Herkese selam. Nasılsınız? İyi misiniz arkadaşlar? Bugün kameramanımızla birlikte soyuq kofe düzəldirik. Kışkırtma eləyirik. Prostaki kışkırtma çox əsəb stres yaratmasın deyə kışkırtma eləyəcəyimiz şəxsə öncədən kofein veririk ki, sinirləri yatışsın. Deməli, Nadir sağ olsun. Market... Mən açdım. Ürəyim patladı, quran oldu. Sən elə bildin, belə almışsan. Yox. Marketdən getdik, kofe aldı. Düzdür, espresso axtarışındaydıq, amma tapa bilmədik. Bu bir qaşıq sayılır, 2 qaşıq sayılır. Bir qaşıq sayılır. Bir şey deyəcəm, mən hamıya buradan paylamağı düşünürəm kofeni. Adam başına bir qaşıq atsam zəhər olar hə bu. Biraz acı olar. Məncə onu gördü 3 qaşıq edin yine. Məncə də. 1, 2, 3 qaşıq. Deməli bu tarifi Cafe Love City'dən uğurlamışam dostlar. Halal eləsinlər, buradan baxdısalar əgər. Yəni orada içində bubble'lar var idi. Məndə bubble olmayacaq. Boş kofedir yəni. Yaxında onu da öyrənəcək. Öyrənməkdənsə Cafe Love City'dən bubble tea uğurlayaq deyirəm. Necə fikir? Ola bilər. Kofemizi hazır edirik. Görüntüsü sadə olacaq, yəni belə şatafatlı bir şey düzəltmirəm, amma dadı çox qəşəng olacaq. Axırıncı kofe dənəməmizdən sonra, o hüsrandan sonra mənimki də yaxşı olmamışdı, sənki də yaxşı olmamışdı. İkisinin də dadı oyuncaq. Çünki mən birin fındıqlı eləmişdim, birinin üçü birində nə eləmişdim, onun da şəkəri yox idi. Deməli, Cafe Love City'nin Candy Fest'inə getmişdik. Orada gördüm ki, kofeni düzəldəndə içinə qaymaq tökür, belə. Bəsdir məncə. Bir stəkana bəsdir məncə. Oyda sonra nə inirdi Nadir? Mən baxmamışam orada, mən uşağa baxırdım, onda da yarada bilmədim. Arkadaşlar sizə o söhbəti danışmamışam mən. Nadir sən danış da, nə olar, sən bilirsən söhbəti. Elə bil ki, şey oldu, official video çəkirdilər orada. Official? Obşe video çəkirdilər orada. Biz də uşağı bizə əmanət edib. Diksiyon getdi. Uşağı bizə əmanət ediblər. Elə bil ki, izləyicilərdən birisi gəldi şəkil çəkdirməyə. Əvvəl şəkil çəkdirdi, sonra isə uşağı çəkməyə gəldi. Necə oldusa biz də bunu diqqətsizliyimizdən çəkməyə icazə verdik. Sonra isə Məryəm gəlib bunu sildirdi. Amma nə oldu? iPhone olduğu üçün çox qutusundan sildirmə yaddan çıxartdı. Orada da bir dənə qırğın düşdü. Deməli gəliblər, Zeydə baxa bilərik adı ilə. Bilirəm o izləyici baxacaq bura. Sizə çox pis əsəbləşmişdim orada. Zeydə baxa bilərik dedilər. Mən də dedim ki, əlbəttə baxa bilərsiniz. Gedin baxın. Sən gedəsən, Zeydə baxmaq adı ilə Zeydin şəklini çəkəsən. Mən hələ onda Zeydi paylaşmamışam da. Siz əziyyət çəkmişəm, uşağın üzünü bugünə kimi gizlətmişəm. Təbii ki, insanlar ilk paylaşan kim olsa gedib ona baxacaqlar da. Və başqası paylaşsa avtomatik olaraq marağı ölmüş olacaq. Bizim səhifədə nə qədər də paylaşsa başqa yerdə görmüş olacaqlar da. Əziyyətini niyə mən çəkirəm, dadını başqası çıxardır, başa düşmədim. Nəysə, uşağın şəklini çəkib dərhal uzaqlaşasan oradan. Məryəm yolda tutub uşaqla anasını ki, bəs paylaşmaq olmaz, zəhmət olmasa, ümumiyyətlə çəkmək olmaz da uşağın üzünü. Zəhmət olmasa silə bilərsiniz. Götürüb siliblər, çöp kutusuna atıblar. Məryəm deyib ki, çöp kutusunda qalır. Qayıdıb uşağımın üstünə bozarıblar ki, paylaşası deyilik ki, onsuz da. Yəni, uşaqdır da o, ondan niyə elə danışırlar? Nəysə, uzun sözün qısası uşağın şəklinə aparıblar. Mən də acığa götürdüm elə, əslində sabahsı gün paylaşacaqdım. Həmin gündə videoda demişdim ki, sabah hər an videonu, Zeydin üzünü paylaşa bilərəm. Prosta mən istəyirdim ki, geyindirim onu, bəziyim, düzüyüm, gətirim, çıxardım sizin qarşınıza belə tanışdıq videosu kimi. Məcbur nətər gəldi, Bas Məmmədin festivalın ortasında uşağın üzünü çəkdim, videonun axırında paylaşmalı oldum. Düzdür, yenə də maraq çəkdi, hamı baxdı, amma mən istəyirdim izləyicilərimdir də mənim ailəm daha kimidir. Daha cool bir şey olsun. Daha belə sevimli, daha duygusal bir şey olsun. Ne tarz mən tələm-tələsiz, o izləyici çox xətrimə dəydi. Yəni, həqiqətən çox küsmüşdüm o şeydir. Belə hikkə ilə də qayıdıb uşağa deyib ki, paylaşası deyilik. Eləyib, üzünü çöndərib çıxıb gedib, o biraz xətrimizə dəymişdi həmin günü. Biz hardan buraya gəldik, Nadir?
Nə danışırdıq söhbət. Bir də bir Hə, şey deyim. siz bunun Sağ tarifini olun. oğranma ilə danışırdınız. Mən sizə getdim ki, mən orada uşağa baxırdım. Hə. Onu da yarada bilmədim. Yarada yox, yarada. Yarada. Bir şey deyim, bu kusmağa oxşayır şu an. Onu qarışdıraq bəlkə düzəlsin qaymağı. Bəsdir bu qədər kofe. Uşaqlara bəsdir də zəhlə əlavə edəcəm. Məncə qarışdırın bir də onun dadına baxaq. Eynən bubble tea belə bir görüntü verirdi. Prosta içində bubble'ları var idi. Bizdə bubble yoxdur da. Bubble tea'nin bubble'ını necə düzəldirlər? Bilən varsa yorumlarda yazsın. İndi bunun içinə qaymaq, süd və kofe qatmışıq, amma şəkər yoxdur. Görək necə olur. Nadir topa qaldı qaymaq Nadir. Məncə qaymağı, İçməyəcəklər. məncə qaymağı südlə həll eləməli idi birinci. Hə. Düzdür? Üstünə qaynar kofe. Bunu indi necə açaq? Qarışdıra ya da onu ayrı birimiz içərik. Qəşəng bir fikir gəldi. Bizdə mikser var, belə vıj var. Olmalı idi, amma bilmirəm hardadır. Görməmişəm onu. Vıj-vıjımız vardı qara quplu. Xala vıj-vıjımızı bilirsən. Aa, var, bilirəm hardadır. Buradadır. Oradadır. Aha. Bəlkə bunu töküm ləyənə, o birləri də düzəldib. Hamısını bir dənə qabda düzəldib, ondan sonra stəkana paylamaq Bölün. üçün. Aha, ola bilər. Tamam, dəyişdirdik ideyamızı, gözləyin. Kapat. Uşaqlar taktik dəyişdirdik, bankada düzəldirik kofeni. Bütün qaymağı boşaldıram bura. Uşağım ağlayır. Şəriyə uşağa bax. Bir saniyə. Sən canım, mən ləng axmağım bilirəm. Saxla kameramı bunu qutarım. Zeydin qışqırıq sədaları altında psixoloji şiddət görərək kofe düzəldirik part 1. Deməli, bütün qaymağı boşaltdım bunun içinə. İndi südü hamısını töküyorum. Neçə nəfərik biz? Biz 4 nəfər, 2 oradan 5 nəfər. Stəkanımız yekət də tökürəm. Aha. Ya Allah. Həm köpüklü olacaq. Uje şey olacaq. Bu ya kokteyl olur getdikcə. Nadir kokteylin yapılışına baxmısan alanda deyəsən. Aha, uzmur başdan sona qədər bilirəm. Hər şey onu sabah da kokteyl eləyək. Aha, onun üçün gələk çayın alaq, şirəsini alaq. Uşaqlar, bunun içinə 2 qaşıq pesok tökdüm. Evdə eləmək istəyənlər olsa, ya Allah, bismillah, dındırdı. Birinci salın, sonra fırladım məncə. Ya Allah. Ay mama, qorxuram. Bırak korkma. Aa, Nadir qalx. Qorxma atam, qorxma. Bir şey deyəcəm, bu köpüklənmiyor. Yumurta buraya bəlkə. Vanil də qatay. Məncə bir dənə vanil qata bilərik. Ağlıma gəldi, sonra dedim birdən pis oldu. Yo, vanil qatma olur, kofeyə qatırlar. Budur da vanil, hə. Ya Allah. Bu cə həqiqi kokteyl Bu çayını şey gedir. biz özümüzdən uydurmuşuq uşaqlar. Belə bir şey yox idi. Yəni, səhv yerdən. Ay Allah, qurban olum, xahiş edirəm. Sən özün kömək ol, bu dadda alınsın, nə olur? Məncə daddan olacaq amma. İnşallah. Всё, indi qaçışdırıram yenə. Bu aparatda ən qəriblik var, Allah'ın olsun. Ondan üstə bir qəribliyi var, onu mən də hiss eləmişəm. Köpüklənmir axı, nadir bu? Yumurta qataq. Köpüklənməz ki onsuz da. Bu elə bir dönmür, bizi yubadır. Onu Tiyorkadan keçirdi, südü Tiyorkadan keçirdi. Alınacaq, əl çəkmərəm ki. Köpüklənir yavaş üstü. Nadir bu başı qaçdı. Da olmur, köpüklənmir, da olacağı Düz çıxardın onu, düz. çarə yoxdur. Всё. Vanillə şey qatdıq, qaymaq qatdıq, süd qatdıq, şu axırıncı mərhələ kofedir. Qatıram ana. Qatın. Allah axırın xeyir eləsin. Amin. Rəngi görün necə dəyişdirirsiniz ki. Aa, nə boyda lattemiz oldu, buna bax. Nə qəşəng oldu. Bankanın içində bilinmir, çox qəşəng. Buna bax, üstdən bax, smiley yarandı, Nadir çək. Aha. Kofe ilə bir bizə bir şeylər demək istəyir. Məncə də. Deyəcəkdim Zeydin əsərini oxuşur ortası. İndi mən də eləyirəm. Bir banka kofe. İndi köpüklənməlidir amma məncə.
İnşallah. Görəm bu qədəri bəs eləyər kofeni. Məncə bəs Dadına baxın məncə. Yox, biraz yuxarı qaldırsız dadına baxacağımız. köpüklənsin deyə belə eləyirəm. Şöp. Və köpüklənmədi, mən əlimdən gələni elədim. Onun içində saxlamayı fikirləşirsiniz. Yaxşı. İndi stəkan birinə töküm dadına baxım. Baxayasınız, görək dadı necə olacaq. Görək necə olur. Ya Allah. Bir saniyə pipet. Allah'ım. Çox qəşəng bir dənə problemimiz var. Nə, şəkər azdır. Yox, şəkəri zadı hər şey yerinə. Nescafesi. Buz çox Buz. istidir. Bəlkə elə bankanın özünü ataq. Hə, məncə də bankanı ataq buzxanaya. Qapağı var bunun. Var. Şobu getdi buzxanaya, çıxandan sonra hamıya tapdıracaq tadım testi. Əslində buz qoymuşdu arkadaşlar xaladelnikə. Gəl. Prosta ki, heç biri hələ hazır deyil. Arkadaşlar, gəlin mənlə. Sən keç qabaqdan. Toy kamera. Ay, daha bu videonu görsəz bana günlərdən. Özümü şey kimi hiss elədim. Ortama giriş edən bilən person kimi hiss elədim. Deməli arkadaşlar, bayaqdanlar Rabiyəni güdürəm ki, otaqdan çıxsın. Bilirsiniz də, kəndisi bu yataqın, bu otaqın kraliçasıdır. Deməli, Rabiyə bugün Rabiyəyə qışqırtma eləyirik. Onun sevimli açkisi olan Ağababa 1-ci Ağsaqqal Ağbirçə açkisini gizlədirik. Hər buradadırsa. Bayaq buradaydı, indi yoxdur. Allah and olsun, bayaq buradaydı. Gedib desin götürüb, hiss eləyib. Hiss eləyib, elə bil. Hanı bunun açkisi? Gözündə deyildi bayaqlar. Bəlkə bunun dalına. Onun dalına niyə qoysun? Yox, bir dənə stitçi var, hər şeyini gizlədir onun dalında. Gözləyir, bu video deyəsən Rabiyənin əşyalarını eşmə videosuna döndü. Allah and olsun, bir dənə stitçi var idi, ora hər şeyini gizlədirdi. Mənim yazdığım ona məktubu, eşq məktubunu zadda ora soxuşdurub. O stiki tapmayı lazım indi, yox saçqı. Gəlmişkən eşəliyib görüm nə var, nə yox. Nadir aça bilmirəm bunu. Açdınız. Bu var, rəsmən bildiyin soyğunçuluq deyə. Yox, burada deyil, heç nə yoxdur burada. Bu nə hara gizlədirdi əşyalarını? Orada bir dənə stik var, amma bilmirəm. Sən burada qal, gördükləri heç kəsə danışma. Bir dəqiqə, bu da ola bilər. Bəlkə, hə, tapdım. Sula tapıldı. Gözdə mənim yazdığım elə bir dənə bunu gizlədib ki. Rabiyəm, gözəl qızım, mələyim, səni çox sevirəm. Yaxşı ki qızımsan, arxa dayağımsan, yaxşı ki varımsan, kalp. Saxlayıb görürsünüz arkadaşlar. Ayda bunu yerinə soxmaq lazımdır, şübhələnməsin. Gözdə. Bunu qoydum bura. Getdik. Allah and olsun, açki buradaydı Nadir. Hara gizlətdi ki 2 dəqiqənin içində açkini? Bəlkə düşüb götürüb. Qalxıb Çıxıb götürər. Bu Rabiyən şkafıdır bildi. Hə, stitch varsa Rabiyəndir. Adı nə var, canı yanmışı səsini çıxartmır. Nə? Bunun nə qəşəşir? Nə qəşək qutusu var. Rezin diləmirəm. Onlar rezin deyil, yoxumdur. Bunun gör nə qədər rezini var. Yakalandın Rabiyə. Ay sən ikliysə. Baxım görüm, xoşuma gəlir, nəsə olsa əkişdirəcəm yəni. Rabiyənin günlüyü buradadır, Nadir. Oxuyay. Görək nə yaz. Mən öldürərək oxusam. Baxım, əgər oxumalı bir şeydirsə oxuyacam. Bu Rabiyənin lap körpəlikdən saxladığı günlükdür, bibisi alıb onun üçün. Görürsən nələr yazıb, mənə də maraqlı gəldi. Gör necə xırda yazıb. Bax, buradan göstərdim. İzləyicilər çox bilmişdir, skrin eləyərlər. Bax, hər şeyi belə yazıb kuklanın altında. Bu mən yağmurda sevən birisi babam. Mən həm babamı, həm annemi seviyorum. O gün ben, ayda məni öldürəcək. Nadir dedim mənim videomda. Sevinçlə dolu gibiydim. O zaman çünkü doğum günüm idi. O zaman çünkü doğum günüm idi. Bitti bu hikaye. Ama o gün... Yox, bunu oxuya bilmərəm davamını. Mənim günüm, bugün nə elədiyimi danışacağım. Mən bugün öz evimi ziyarətə getmişəm. Və bibigillə
Sonra ora nə qəşəng idi. Mən bunu lap balaca vaxt yazıram. Oranı bəyəndim. Sonra ora saray kimi olmuşdu və mənim balaca itimin anasının yanına getdim. O qədər ayağımda fırlandı, nəysə və gəldi oyun oynadım. Onlar məktəbdə olanda mən evdə rəsm eləyirdim. Sonra getdik bibimgili götürdü və getdik Astaraya. Danışdım siz üçün. Bay bay. Bunların adı baş düşmədim. Tanışdım sizin Bunların üçün. adı deyir imposterdır. 2022'nin deyir. Dur görüm axırıncılarda nəsə yazıb. Buna bax arkadaşlar, gözdən ötər göstərim. Babasının əlini çizib deyəsən. Yox, Rabia'nın əlini. Babası nə? Atasını deməyim. Görüm təzəlikcə nəsə yazıb. Çox maraqlıdır. Ayda. Vicdan əzabı çək. Axırıncı 2024. 2025'də. 2021 il bundan qabaq yazıb axırıncını. Hə. Hello günlüyüm. Səni itirmişdim və ona görə heç nə yazmırdım. Bir il falan keçdi. Axır ki tapdım və indi mənim 12 yaşım var. Atamın doğum gününə az qalıb. 5-4 gün falan qalıb. Və nə indi gecədir. Ona görə gedim yatım. Sabah gələcəm. Hello, mən gəldim. Hə, indi saat 11:49. Mən səhər duranda saat 8 idi. Ata hələ yatmışdı. Sonra başımın ağrısına durmuşdum. Yerimdə fırlanırdım. Onda kimsə budilnik qurmuşdu. Yəni alarm. Hə, bir neçə dəqiqə çaldı. Hə, gördüm heç kim söndürmür, durdum söndürdüm. Açıqlamasına nağıl kimi verib. Yəni alarm bu dünlük. Sonra evdə biraz fırlandım, uzandım, istədim yatım, yatanmadım, başım ağrıyırdı. Sonra atam durdu, tualetə girdi. Şəhərlərin ofis muhabbeti hər yerdə keçirir. Mənşur olub. Səsini eşidirdim, yenə alarm çaldı. Atam biraz meyvə soku içdi və alarmı söndürdü. Mən də dedim ki, bu dünlükü kim qurub? Elə atam da dedi ki, bilmirik. 100% mən qurmuşam. Milyon faiz. İçindən də bu düşdü. Getdi otağa. Onda mən deyəsən yatmışam. Yarı yuxulu. Yuxumda anam bibimgili gördüm. Restorana getdik. Mən anamın yanında oturmaq istədim və oturdum. Sonra yeməklər gəldi, yedik. Dedilər yenə istəyirsiniz? Dedim yox. Sonra güya Əsma, Məryəm, Əsnad, Gülsüm başqa otaqda oturub yemək yeyirdilər. Mən durub getdim onların otağına. Nəsə deyib onların yeməyindən ağzıma atdım. Əsma dedi ki, sən də içsən. Əsnad da orada idi. Mən də dedim ki, yox, istəmirəm. Gedib demə, nə olar, nə qədər yalvardım. Bu nə deyir, nəyin istoriyası? Hə, getdim bizim yemək otağına, gördüm yerimdə kimsə oturub, nə o qədər də yadımda deyil yarısı. Hə, belə indi isə günlük yazmamışdan əvvəl asılqandakı paltarları yığışdırıb, qatdalayıb. Nə? Hə, qaddaladım. İndi isə gördüyüm kimi sənə yuxumu danışdım. Belə, Məryəmlə Əsnad isə Ofuşun otağındadılar. Ofuş da telə baxır. Kuxnanın adı, yox, kinonun adı Əşrəf Rüya. İndi Ofuşa sürprizlərimizi göstərdik belə. Axırıncı yazdığı günlük. Bütün kinolarda sezon finalına çıxdı. Siz saçan çıxacaqsınız sezon finalına. Arkadaşlar Nadir deyir sezon finalına çıxın. Məncə 3 ay tətili siz də sezon finalına çıxın. Sentyabrda qayda. Aha. Arkadaşlar necə fikirdir yorumlarda yazın. Deməli, baxın başqa nələr var. Yəni burada mücəvhər görüyorum hocam. Maraqlı şeylər saxlayıb, bir-birinə dəxlisi olmayan parçaları bir yerdə saxlayıb. Mənə Temudan aldırdığı və cəmi 2 dəfə geyindiyi həmin o mistik əlcəyi. Filkanı həvəslə almışdı, cəmi bir dəfə dırnağını filkaladı. Rəhmətlik, ölərəm sən üçün. Yat burada, yat. Məndən bunu götürdü və cəmi bir dəfə bundan üzünü yudu. Bu uşağın bir dənə qəribə xasiyyəti var. Heç nəyin işlətməyi qıymır. Paltar alıb, alyo şalvar aldığı astarama oldu belə açıq rəngdə geyinmir. Deyirəm, Naidə Bibigələ gedirik, geyin. Yo, orada oturaram, duraram, uşaqlar üstümə nəsə dağıdır. Deyirəm, yaxşı. Onun qorxusu ilə geyinmir onu. Hə, yaşıl vadiyə gedir, deyirəm, geyin.
Yox, orada palçıqlar. Deyirəm, yaxşı, gedirik şeyə, gəzməyə, Dosamolaya da, Lənkəranda mola gedirik. Yox, orada geyinə bilmərəm. Bakıya gedirik, ancaq Bakıya gedəndə geyinərəm. Tərslikdən Bakıya da getmirik o şalvarı alandan. Yox, keçən dəfə Bakıya gedəndə də nəsə dedi. Maşında deyir uşaqlar yemək yeyəndə batırar dedi. Vallahi Onda da elə dedi. Nə geyinməyi düşünürsən adama deyərlər. Şimdi burada bir şey qalmadı. Askını hələ tapanmadım. Askıdan başqa hər şey tapdı. Keç biraz o yana burada baxın. Bu da Rabiənin şkafıdır arkadaşlar. Burada belə bir bloknotu var. Saç musu, nə bilim, duxsun qutusu. Yəni açkiləri, zulası var bunun. Burada kimlərin yadındadır Rabiənin bu aksesuarları. Çıxmır, bu bunun nə qəş baxdı. Ayda, nə qəşəng şeyləri var bunun, işlətmir. Manyak, mən belə Allahın dostum bu dəqiqə aksesuarlarım qalsaydı var ya, bunların hamısını indi işlədirdim necə lazımdır. Gör nə qəşəng şeylər almışam onun üçün. Buna bax, taxmadı ki qaralar, üzüyün oturduğu yerdə qaşı düşüb. Baxaqdır bu, tax işlət də, bunu işlədəsən. Niyə işlədimir görürsən? Biz sən nəyə başa düşmür? Başa düşmür ki, işlətdikcə alınır ona. Elə bilir saxlası ömrünün axırına kimi üzünə baxacaq. Onun üçün gör nə qəşəng üzüyü almışam. Günəşlə ay bitişi ayrı-ayrı üzüklərdir. Rabiə belə getsə, çəkəcək. Bu antika sandıqlar çıxır illər sonra ortaya. Ey mən Allah'ın olsun. Piercing aldırıb mənə və buna bax burnuna zada qulağına taxmaq üçün taxmır. Gəlsə mən cıracaq burada görsə. Bax bu sepi məndən aldı ki, ver mən taxacam. Və sep qaralıb və qıymayıb taxmağa ki, sep qaralacaq. Və bu sandıqda bu qaralıb. Buna bax tərəzi bürcün sepi. Bax bu burada qaralmayıbsa bala qaralmayacaq da tax getsin də. Ay Allah, buna bax. Bizim şəklimiz olan sep. Uy, o neydi? İçindən bir dənə də sep düşdü. Mənim şəklimə bax içində. Bu deyəsən qızıldır, bura soxuşdurub bir şey itməsin. Ola da bilir. Nəysə, bunu da qoyun bura. Eşdiyimi anlamasan. Nə qəşəng yay üçün bu insan aksesuarları var. Buna baxın. Saatı mənə aldırdı Furqan Plus'dan taxmır. Bu uşaq niyə belə eləyir? Çox qəşəng şeyləri var. Buna bax. Yay gəlib, qıza tax da bunları. Keçən ad günündə almışdım. İkinci dəfə ad günü gəlir. Hələ heç birini taxmayıb. Videonu görəndən sonra. Mənim qolbağımı burada göz mıncığı saxlamısan. Bunu mən taxırdım da. Nə üçün gəlib bura sox? Mən köynəyimi axtarım torunlarım üçün. Hansı köynəyi? Allah səndən razı olsun, qapını açdı. Nə üçün bunu bura gəlib soxmusan? Bu burada yatıbdı. Mən taxırdım da, batırdı mənə bu. Köynəyini tapılmıyor. Nasıl bunları? Mən bu şalvarı taban bildim, səhər getdim tapdım. Şərir, bu sən sepin deyil. Şərir, sən bu qızın bizim bütün aksesuarlarımızı yığıb qutusuna nə özü işlədi. Baxım o sepə. Mənim gümüşüm var. Gümüş sep. O sep mənə tanıdığı gəlir. Onun Ayqurdanı. Ayqurda odur. Odur. Hayır, o Buna bax buna. Klonu. Həm ulduz klonu da var. Mən bu qolbağım, Rabiə bunları nə üçün saxlamısan, əridirsən burada? Qızıl sepə bax. Hə. Şərir, gör nə qəşəng onun üçün aksesuarlar Hansıdır almışam. Məryəmcidir. Az. Za aç onu. Məryəmcidir. Mən bunu taxıram, bunu olsun taxmır. Mənim qolbağımdır. Daha sonra SD kartı da. bu sepi ona alanda o qədər bəyənərək almışdım. Arada deyirdim mən taxım. Gətirib soxub dərmə deşiyə yadımdan çıxıb. Həmişin saçıdır. Hə, onu saxlaymışıq. Bu kimindir bu? Mərişlidir. Rabiəndir. Yo, Rabiən Bu kidir? boynundadır. Hə, abi. boynundadır. Düz deyirsən. Rabiən əşyaları neşirir. Lan İmo. Şey tapılmıyor köynəyimi. Yəqin xala şeyə qoyub, geyinmə soyunma otağına. Yox, yox. De Qurandan Siz dostum. yox. Gəlirəm köməyə. Abi qalıb burada dəlil buraxırdığı ortada. Bu mənim ona yazdığım ad günü məktubudur. Mənim mələyim, doğum günü mübarək. Yaxşı ki varımsan, səni çox sevirəm. Ümid edirəm ki, hədiyyələrini bəyənərsən. Bəyəndə amma işlətmədi. Gələcəkdən səslənirəm. Boşu-boşuna paketləmirsən, işlətmədi. Daha sonra lavabolu klonu. Rabiə, tüpürərəm. Burada Nadirə dəyəcək, tüpürmürəm. Sənə tüpürmək istəyəcəm, gedib Nadirə dəyəcək. Desəm ki, niyə işlətmirsən o cür qəşəng şey? Buna bax, izləyicilər hədiyyə eləyib. May gülüdür, bu niyə taxmır bunları? Hamısı da maraqlı şeylər deyir. Odur Məryəm deyir, Rabiə.
Əşyalarımı deyir mənə vəsiyyət elə İraq-Irak. Sən nəsə olsa mən işlədim. İndi başa düşdüm niyə elə dəlil buraxmayaq ortada. Sonra açıqını tapa bilmədik prosta. Hə, nadir. Hələ açıqdayım. Telefonunuz orada qalıb aşağı düşürsə. Dəlil buraxmayaq. Yəni sit heç belə deyildi gözlə. Stik yorğanın altına yüzünü örtmüşdü ki, istidə yatsın. Ölüm sənin üçün, boğur səni burada. Sağ ol. Gedək aç kimi tapaq. Kapat. Arkadaşlar tapdıq, Rabia hardadır? İndi kim götürsün bunu? Kim mənə and içdirəcək 100%? Hansınız and içdirməz? Götür, gizlət. Sən and içdirsə, denən Allaha and olsun, amma demə mən götürməmişəm. Prosta Yes. Allaha and olsun, boş havadan. Yes. O sözü dinə. Şu. Gizlədək, gəl. Zərrə səsini çıxartma, görməmisən, bilmirsən. Şu, baxla, şübhələnməz. Məncə ən axırımızı baxacaq yer sənin döşəyinin altında. Yəni. Bir çəkim. Buyurun. Gizlət. Məncə balışığın içində gizlət. Alışın üstündən örtürə. O çıxır. Şu. Birazdan da üstünə atayım. Hə. Şübhələnməsin, güya yeri yığmısan. Yes. Şu, getdik arkadaşlar. Yerimi yığmadım o qədər. Şu, indi gözləyirik fark etməsini. Nə vaxt görək fark edəcək. Necə eləyək tez fark etsin və videoda fark etsin. Nə deyim? Deyim Rabia, açgın hardadır? Deməyəcək hardadır. Nə? Video çəkək. Çəkirik də, prosta açqı ilə üst-üstə necə eləyək düşsün. Üst-üstə düşməsə də arkadaşlar, axtaran yerdə açacağım kameranı. Vşo. Rabia mən çıracaq. Qolumda görsə biləcək onun əşyalarını işmiş. Yəni o gizli. Deməli arkadaşlar, bizdə işləyən xanım dedi ki, uşağın qorxuluğu varsa, onu çıxartmağın yöntəmi var. Bizə başa saldı. İndi Zeydin qorxuluğunu çıxardırıq. Saxla indi. Nə tər dedi? Bence ətrafında girdə fırlatmalısan. Qayçısına kəsə-kəsə. Nə deyəcəkdi? Nə deyirdi? Bismillah, bismillah deyirdi. Nə deyirdi? Elə bir şey deyirdi. Yox. Aybəniz xanım. Qorxuluğu çıxardanda nə deyirdik? Gəlməyin bura, gəlməyin. Prosta orada məbdən deyin. Qorxuluğu çıxardı. 3 dəfə eyni. Ha, o elin burada. Şöh, tamam. Bu fukan yandırmışam yanmır. Hə, İndi mən yandıram. İndi gəl. Davay. Yox, yox. Oh, dizim ağrıdı. Davay. Bismillahirrahmanirrahim. Bunu inanaraq eləmək lazımdır. İnanmasan olmayacaq. Lağı qoysaq olmayacaq. Hamı sidq ürəkdən inansın, inan. Mən inanıram. Mən üfləyəcəm siz deyə. Nadir, lağı qoymayın, inanın olsun. Lan qoyma, mən gətirəm. İnanıram, ya Rəbbim, sənə sığınıram. Düzdür, belə şeylər, yəni Dədəbaba hərəkətləri, Dədəbaba türkə çarələri işə yarayanda yarayır. Bəzən olur ki, yaramır, amma inanaraq eləyəndə bir növ səbəb salıram, ay Allah, qurban olum, sən götür. Bismillahirrahmanirrahim. Qorxuluğumu götürdüm, qorxuluğumu götürdüm, qorxuluğumu götürdüm, qorxuluğumu götürdüm. Qorxuluğumu götürdüm. Qorxuluğumu götürdüm. Bismillahirrahmanirrahim. Qorxuluğumu götürdüm, qorxuluğumu götürdüm, qorxuluğumu götürdüm, qorxuluğumu götürdüm. Gözdə qutarım bunu. Bismillahirrahmanirrahim. Qorxuluğumu götürdüm. Qorxuluğumu götürdüm, qorxuluğumu götürdüm, qorxuluğumu götürdüm. Amin, amin, amin. Qızılı şeylə, qayçı ilə işləmişəm, işə yaramalıdır. İşte bunu uşağın dırnağını kəsmək üçün almışam, qorxuluğunu kəsdim, gördünüz arkadaşlar. Əzlə bir işə yaradı. Günlər. Arkadaşlar, deməli xala mənim ayaqqabı kabluklarımı, indi azdan çoxdan 3-4 dənə burada kablukum var da. Qəşəng geyinmə soyunma otağında şkafımı silib yığıb ora kolleksiya kimi. Hansısa mərdimazlar yenə gətirib gəzə gəlib bura, elə bir oradan bura söz verib and içdirmişlər ki, yer lavadı kablukla gəzən həyatını xilas eləyəcək. Qoyub elə burada da nətər addımı qalıb saxırıncı, burada da çıxardıb birbaşa pləkənə minib gedib. Rabia mərdimazları. Yaxşı olur elə sana aç kimi gizlədir.
Dəqiqə başı götürür kabluklarımı, elə bir fashion showdayıq, defilədəyik. Bununla da gəzə bilmirəm, çox hündürdür. Bunu mənə kim verib? Mamamdan oğurladı onu o vaxt arkadaşlar. Ondan sonra geyinə bilmədim, çox hündürdür. Elə bir elit yer olmalıdır ki, bunu belə geyinim şaşıq. Pingvinə oxşuyuram, bunu geyinəndə olmalıdır, gəzə bilmirəm. Təsəvvür edib bunu geyinib parası getsə belə bir. Rabia mənim azarı. Buraya. Mən kabluklarımı nöş. Geyin gəz. Orada çıxardıb nöş gedirsən. De o pləklərin altında. Orada mən çıxarmamışım. Nə, Əsnat yox, Məryəm yox, Şəhriyyət çıxardıb, yoxsa Zəhrə, yoxsa Nadir? Yalansa. Mən də geyinmirəm. Ya Allah. Siz həqiqi belə eləyirsiniz. Rabia geyinmə. Rabia onun çikdir, Rabia. Hay Allah, özümü cırıtım indi. Rabia onun kabluku ən sevdiyim kablukumdur. Ona bir şey olsa sən bağışlamayacağım, ciddi deyirəm. Rabia ondan çöməlmə. Avariya bulun ya. Ola bilər. Aşkım ben bundan belə oynayayım. Rabia ne olur eləmə də sınar ürəyim partlayar Quranın olsun. Təzəsini ala bilmirəm də ondan yoxdur. Mama tapıb onu bir dənə nə olar? O tipdə yoxdur. Olar Rabia yoxdur. Topuklunla yoxdur nə olar? Aşkım onun topuku çox həssasdır, balacadır nə olar? De gedib voleybol oynayaq. Rabia bəsdir. Rabia. Gedək voleybol oynayaq hamımız. Ola bilər. Getdik. Həyətdə oynayırıq evdə. Gözlə. Zəhra uşağa baxır. Baxmır əslində uşaq yatıb. Uşağı hara yeyək? Uşaq da aparaq həyətdə özümüzlə. Orada bir dənə... Yo, əslində para... Üstündə tülü var, Tülü hardadır? Biz Kaleska üçün tül Sən almışdıq. topu uşağın başına çıxır. Hə, Götürdü qaçdı. gəl al. Aslında bakmıyorum. Cevapladın beni. Ebi. Evet. Ne dipsin? Ya bir dənə bir şey göstərəcəm. Gör bunu eləyə bilirsən. Bura futbolluq yerdə hər yer eləyə bilər. Gö oldu da. Elə həmin əllə eləyirlər onu. Hə? Elə həmin əllə eləyirlər, sağ sol. Yox, bir dənə gözlə də nə olar? Alma bir dənə. Bax bunu buradan vururlar. Buradan bu əlindən təzədən qaytarırlar. Aa, elədim. Elədim. Gel gel aşağıdan. Gel kirey bana. Valla burada lekkaya edeceğim. Artık biz öldüreceğiz. Gel gidelim heyete gel. Hayatta ben ölürüm axı. Niye ölürsen ki? İşte de axı. Aşkım buralar yazıq deyil. Mənim canım çıxıb bu lekkaların pulunu verince, tablo düzəltdirince. Gel gidelim düş aşağı. Evet. Düşmürsən. Onda sen get Zeydə bax Zəhra gəlsin. İlan onlar. Olmaz ki burada Biz düşüyor. oynuyorduk. Aa kafe düzürlər ora. Hı. Gel gidelim oynayaq da gel. Öyle yaşamaz. Gel. Gel. Düş qabağıma. Nadir oynayırsan sən də. Olur oynayırıq. Gittik. Şəhərləri saxla. Yallah gel Nadir. Mən sən orada qal. Orada qalsa kanala düşməz. Sen de bilin. Topla bir yerde sürüyor. Parmağınla oynamışsın. Biləyim bir şey buldum. Nerede? Kolum ağrıdı. Bir şey indidən kolum ağrımağa başladı. Nadir o bizim içdiyimiz kələkçə soplardı elə. Nə qədər? Olmaz ya. Ama o illerle yıkıldı. Davay başlayın. Nadir yine aşağıdan atmadım ilerleyemem. Elim şimdi. Hala aşağıdan atma. He sen onu. Gir Nadir. Atlanabilirsen ben bu basketbol. Gene düşürük. Düşürüm ben de. İnşallah ki düşürüktür. Bakın. Tabii ileride çıkabilir. Aha böyle düşürüyor. Rabia da düşür. İnşallah. Maşallah. Keser sen de səhvlədi. Parmağın ucunu atma abi. Atma. Göstərirəm də. Belə atasan. Belə tut həlifi. Bir müddətdən sonra özün tempini tutasan. Bax. Aç o alındı. Alındı. Bir anda. Biraz da çıkanı elə əlinin içini işlətsin. Aha bak. Aha sen serirsən. Adı yer öyrəşəcək bir müddət aşağı. İndi sən at. Gəl bunu. Sən at. Ay kız parmaq ucuyla. Sen bunu öyrəşirəm. Parmaq ucuyla at. Biraz bir anda at. Bir anda at. Əlini öyrəşəcək. Şəhriyat. Aha. Yaşay. Yaşay. Hadi bak. Orada niye atırsın? Na
hazırla hamısını geri qaytarasa bu oyundan sonra. Kabul eylem, bizim boya verecek. Uzun getdi, bu dəfə qəşəng oldu. Nerede gittiyse. Bir şey deyim, sərinləmək istəyən biz gəlib var. Oh my god. Arkadaşlar, Rabia topu kanala fırlattı. Açın zaten mı be? Hə, şeydir. Gözdə Şəhriyar. Ay Şəhriyar. Onun elini götürüm oradan. Mən görə biləm onu. Arkadaş ilan olar. İlan olar hep bebe. Aşkım. De getirdi gözde. Şaka. Hə? Şeydir Aybəniz xanım ona bir dənə deyin ki, Zeydə baxsın Zəhrə gəlsin video çəkməyə. Sən düş Zeydə bax Zəhrə gəlsin video çəkirik. Ben de sürüşürdüm de. Ay da bundan oldu hə indi o. Yok, su dörtçüsü yok orada. Yoxdur. Qoy özümüzü görək də biz niyə bunu üzü bu yana qoymuşuq? Uşaqlar sizə maraqlıdır bizim voleybol videolarımız, yorumlarda yazın. Davay. Başlayıram. Baş ayakkabı tutmaz. Uçsa da ev yox. Onun için yavaş vurmayı lazım. Hə, gəl. Yallah. Sen de Ferhat, gel. Sən görmürsən? Görünür. Görünür. Ebe, ay kız tutma topu ben yatsın. Ay, gel Ebe bize ne ala? Badminton ala, tenis. Şap 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 böyle bir sana tenisi. Şu, aklınca turu çəkirəm. Dümle. Yaşay, ay da. Oy kolum çıktı, ay baba. Öldür diyesin. Ay. Gel xaldan oynayaq. Olabilir. Baktın ya. Ne güzel attın. Öldüm. Deməli, xaldan oynayırıq. Kimin əlindən düşdü uduzu, xal yazılır ona. Kim uduzdu cəza verir. Razısınız? Ay baba az qalsam quyasın düşməsin mən. Davay. Ama vicdansızlıq eləməyirik də bir-birimizə qarşı. Ay da mən. Bir xal mən. Deyirəm də öz qazdım quyuya düşəcəm. Nadir tut. Nadir! Mən günah Ayşe. Ay bu nədir? Biz niyə oynayaq bir başla? Çünkü kimse düz atmıyor. Başlan. Hamımızın gücünü alır. Sıfırlaya. Gəlirim deyəsən. Ama Zehra. Oradan ben arkadan değil atıyor. Onun arkadan ertesidir. Ya yok idi. İndi taparım. Video çəkirik aşkım. Şəhriyanın həssas nöqtəsi videodur da. Sizin adınızı bəhanə edin. Şimdi Zehra kendine. Gel uşağıma bax. 2 dəqiqə uşağıma bax, Zəhrə gəlsin bura. Bir dəqiqə düşürdək bura. Aslında düşürdü ama. Gel gel gel. Ne olur, Götürün. gəl. Şeyden gel. De Quran and olsun. İndi bugün. Həqiqi, onda düzlüyü təmizləyərik də. Aşkım oyun oynayaq da biraz ne var? Ama özümü uşaqlardakı kimi hissələrimə yalvarıram. Mən 20 yaşıma geri yalvarıram. Ev yox, mən səndən dünyanın o başına belə getməyə razıyam. Tək ki sən gəl dinlə. Tək ki əlimi mənə uzat. Getiremem. Nadir ne olar çocuğumu gətir də bizi. Həqiqi sən. Zəhra indi panik atak keçirdir orada. Səni sevirəm Şəhriyar Fərəcov. Çok sağ ol. Geçek çaktı. Ya gətirirlər. Ay, öldüm. Aşkım mən tək nəfəs doldum Kim elə. deməcək? Qocalmışam. İndi Rabiyə ilə kim Gel oynayır? satmayalım. Yallah uşaqlar gözləyin Rabiyə saçını yıxsın. 1, 2, 3, 4, 5, 6. Gel sıkışma. Nane var evet. Nanan iyi deyil, məncə yatqızın iyiydi. Rabiyə. Mən qocalmışam, Rabiyə. Arıqladı beni. Arıqlamaq istəyirdim, onsuz da. Uşaqlar oynayamıyoruz. O düzəlir, mən pis görmüşəm. Mən düzəlirəm, normal. Gaza gəlmə. Gəl bura. Əlini tut. Ev yox, yarı. Gəl bura. Hə, qal orada. Gaza gəlmə. Yaşa oyna. Hadi topu tutma. Rabiyə, topu tut. Topu tut Rabiyə. Tut topu Rabiyə. Ev yox, zarfat edəm Allah'ın. İlk başlarda belə olur onsuz da. Gəl. Hadi dalayaq. Buradayım. Ben buradayım. Beni görün. Ne tür sesim var benim? Ben podyumda zevk. Baba omzuma vurma topu. Ayakkabını sarkında. Dur kalkın yatın. Hoş geldin. Zəhra Nefes. Zəhra. Xərəcli Zəhra. Nefes geldi. Uşağı ilə yerə qoyaq, ağzı burnu top içində olmasın. Ay, uşağı Zeydi yerləşdirib geliyorum. Arkadaşlar topumuz kanala düştü. Nadir Çanka Çunga. Gelir topu çıkardı. Özümü Afrika'da o şeyler alır, Kolombiya'da qəralar. Hiç sevmiyorum. Deyəm, kolları çox tərpətmə ilan çıxa bilər. Ya Allah. Ya, kola deyirsən biraz o tərəfə qal qardaş. Korkuyor ama o da bir şey diye. Aha Rabiyə köməyə getdi. Nadir dala get! Dala Nadir çıx! Rabiyə çıx! Nadir çıx! Nadir çıx! Çıx! Təzən gedə bilərsən. Söyleyeyim kop diye. Orada dala geçti göre. Saçın. Vay dada. Bu ne? Al tut.
Rabia şatına. Ya Allah. 2 dəqiqə girib götürəcəm. Bəbəm əsəbləşdirir. Bir dənə topu çıxardım da day oradan. Anam oynasın da. Anam oynasın da day. Tələm pul var orada, çəkil. Deyə Quranan olsun. Maşallah. Şöday, mən bəbəm narahatdır. Mən gedirəm analıq görevlərimi yerinə yetirmək, siz oynayın. Zərəcə. Getdim mən. Həqiqətən çox oynadım, nəfəsim çatmır. Getdim mən. Eləyim sən içində ciddi ana ilə. Ciddi ana sən apasın. Ölüm sən üçün. Zəcəday da. Tarladım mən. Sevəcəm onda. Çox təzədir, su içindəyim. Bilmirəm, bəlkə bugün, bəlkə sabah. Getdik biz. Arkadaşlar, axşam saat 10-dur. Bu Rabia hələ açkinin yoxluğunu fərq eləməyib. Nə qədər də desə ki, təzə açkilərdən yenə də olsa birinci açkimi daha çox istəyirəm. Yalan danışır. Görürsünüz, birinci açkisi neçə saatdır ortaqda yoxdur. Hələ xəbər tutmayıb ki, açkisi ortalıqda yoxdur. Görürsünüz, yeni gələnlər köhnələri əvəz eləyə bilirmiş deməli. O açki üçün TikTokda bir dənə səd üzgün editlərinizi gözləyirəm. Amma mən Rabia indi yox, sabah eləyərsiniz. İndi çox gec olmasın deyə birdən bugün bütün gün ərzində gecə yatana kimi, sabah durana kimi açkin yoxluğunu fark etməz. Mən də gedib desəm ki, Rabia açkin hardadır? Deyəcək ki, hə, sən götürmüsən, gözləyirsən ki, mən fark edim, yeməyəcək numarayı. Ona görə indi edit eləməyin. Mən indi bu videonu paylaşırım. İşdi, yatana qədər Rabia açkinin yoxluğunu fark etsə, tez açacağım kameranı. Elə çəkən kimi də paylaşacağım part 2-ni sizin. Çünki açkinin yoxluğunu görəndə neynədir? Bilirəm ki, çox üzüləcək, hətta ağlayacaq, yəni tapa bilməsi dəli olacaq. Sadəcə fark etmir yoxluğunu, problem oradadır. Odu gözləyirəm, hələ gözləmədəyim, onu güdürəm. Adı nədir? Part 2-də fark edən kimi paylaşacağım. İnşallah bu YouTube videosunu baxmadan öncə açkin yoxluğunu fark edər, qışqırtmamız suya düşməz. İndi videonu burada sonlandırırım. İzləmədə qalın. Kanala abunə olub, like atıb, yorum yazmayı unutmayın. Bəlkə elə onu çölə çıxartdım harasa gəzməyə ki, özünə açki taxmaq üçün indi seçim eləyəcək də çölə çıxıram, hansını taxım. Bəlkə fark edər onda yoxluğunu. Bəlkə çölə çıxdıq. İndi bir şeylər eləməyə çalışacağım. Haydi bay bay.